Kadrların avtomatlaşdırılmış uçot sistemində işçini kursa göndərmək üçün ilk öncə kadrlar bölməsindən işçini seçib, şəxsi uçot vərəqəsinə keçid almaq lazımdır. Yüklənmiş səhifədə diplomdan sonraki təhsil bölməsinə keçid alıb, kursa göndəriş düyməsini vurmaq lazımdır. Daha sonra kursların siyahısından müvafiq kursu seçib növbəti düyməsi vurulur. Yüklənmiş səhifədə əmrin tarixini seçdikdən sonra əmrə baxış olunur. Yüklənmiş səhifədə əmr avtomatik proqram tərəfindən tərtib olunur. Siz ilk öncə əmri çap edib, daha sonra əmri ver düyməsini vurmalısınız.